Bir çubuğu sındırmağa nə var ki, amma birliyi sındırmaq çox çətindir. Çünki bir olan güclüdür, bölünən zəifləyir. Bədənimiz milyardlarla hüceyrədən ibarətdir və bu hüceyrələr bir-birlərinə qarşı yox, birlikdə işləyirlər. Əgər bu birlik pozularsa və hüceyrələr öz başına davranmağa başlayarlarsa, bu artıq xərçəng olar. Birlik nəticəsində insanların gücü sadəcə toplanmır, onlar bir-birlərini gücləndirirlər. Dəmir yumruq anlayışı da xalqın birliyinin simvolik ifadəsidir. Birlik hamının eyni olması demək deyil, fərqli insanların eyni məqsəd üçün birlikdə hərəkət etməsi. Orkestrdə müxtəlif alətlər var və hamısı bir-birindən fərqlidir, amma eyni ritmə düşərək möhtəşəm musiqi yaradırlar. Əgər hər biri öz bildiyini çalsa yaranan şey səs-küy olar. Buna görə də tarix boyu güclü xalqları güclü edən yalnız sayları yox, birlik ruhudur. Bir xalqın dili, dəyərləri və mədəniyyəti birlik sayəsində qorunur. Turan və bütöv Azərbaycan ideologiyalarının məqsədi də birlik yaratmaqdır. Lao Tzu'nun təlimindəki Tao anlayışı, Hind müdrikliyindəki Advaita, Pifaqorun kainatı harmoniya kimi izah etməsi və qədim türklərin el gücü, sel gücü inancı da bu fikri təsdiqləyir. Parçalanmanın fəsadları çox böyükdür. Qarşılıqlı güvən zəifləyir, enerji itkiləri yaranır və xarici təsirlərə açıq olursa, bir çox dövlətlərin tarix səhnəsindən silinməsinin səbəbi də məhz birliyin zəifləməsi olub. Şirkətdə daxili konfliktlər artanda və ya ailə daxilində parçalanma olanda nə baş verdiyini bilirsiniz. Bəs birliyi pozan nələr? Birlik hər şeydən əvvəl eyni istiqamətə baxa bilməkdir. Bir liderin ətrafında birləşmək çoxları üçün ego ilə üzləşməkdir. İnsan kimisə lider olaraq qəbul edərsə özünün kiçiləcəyini düşünür. Əslində isə bu kiçilmə deyil, enerjini istiqamətləndirməkdir. Başqa bir səbəb isə insanlara güvənsizlikdir. Belələri liderə yox, öz qorxusuna sadiq qalırlar. Bəziləri isə birlikdən yayınmaqla azadlığını qoruduğunu düşünürlər. Amma fərqində deyirlər ki, koordinasiyasız azadlıq xaos yaradır. Dirijor orkestrin azadlığını əlindən almır, sadəcə hamını eyni ritmə gətirir. Bir də çox incə bir məqam var. İnsanlar liderə görə birləşmirlər. Onlar ortaq bir məqsəd uğrunda lider vasitəsilə birləşirlər. Unutmayın ki, insan daxilən parçalanıbsa, o heç vaxt xaricində birlik yarada bilməz. Hər zaman bir olaq, birlik olaq dəyərli dostlar. Fikirləriniz çox dəyərlidir.